Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə fizika 7-ci sinif dərsi 2-ci hissənin gərginlik mövzusunu izah edəcəm və bundan əvvəlki videolarda digər mövzuların hər birini yerləşdirmişəm. Kanalıma abunə ol bilən hər bir kəsə isə öz təşəkkürümü bildirirəm. Gəlin keçək gərginlik mövzusunun suallarına. Deməli, burada A və B qabları verilibdir. Və gördüyünüz kimi qabdan axan suyun kinetik enerjisi ilə qabdakı su səviyyəsi arasında hansı əlaqə var deyir. Getdikcə axdıqca suyun səviyyəsi azalır. Yəni qabdan axan suyun kinetik enerjisi ilə qabdakı su səviyyəsində arasındakı əlaqə ondan ibarətdir ki, suyun səviyyəsinin yüksək olduğu qabdan axan suyun kinetik enerjisi daha çoxdur. Birinci sualın cavabını buradan qeyd edək. Suyun səviyyəsinin yüksək olduğu qabdan axan suyun kinetik enerjisi daha çoxdur. Kim? Lampa hansı halda daha çox işıq enerjisi şüalandırır? Bunun səbəbi nədir? Birinci dövrədəki, baxın burada birinci dövrədəki lampa daha çox işıq enerjisi şüalandırır. Bunun səbəbi cərəyan mənbələrin ardıcıl birləşdirdikdə daha çox enerji əldə olunmasıdır. Amma burada gördüyünüz kimi bir dənəli cərəyan mənbəyi, ona görə də burada lampa daha az yanır. Yəni yazırıq ki, birinci dövrədəki lampa daha çox işıq enerjisi şüalandırır. Bunun səbəbi cərəyan mənbələrinin ardıcıl birləşdirdikdə daha çox enerjinin əldə olunmasıdır. Üç, suyun hündürlüyü ilə qalvanik elementlərin sayı arasında hansı uyğunluq var? Su səviyyəsi yüksək olduqda su daha çox potensial enerjiyə malikdir. Ardıcıl birləşdirilən qalvanik elementlərin sayını artırdıqda isə daha çox enerji əldə olunur. Yəni hər iki halda daha çox enerji əldə etmək mümkündür. Birinci halda da, ikinci halda da. Su səviyyəsi yüksək olduqda su daha çox potensial enerjiyə malikdir. Ardıcıl birləşdirilən qalvanik elementlərin sayını artırdıqda daha çox enerji əldə olunur. Hər iki halda daha çox enerji əldə etmək mümkündür.
Sonra burada gördüyünüz kimi şəkil qeyd olunubdur və həlli də qeyd olunubdur. Gərginliyin ölçülməsinə aiddir, izah etmədir. Gəldik burada məsələ həlli. Fəaliyyətimiz varmı burada? Bəli, burada fəaliyyətimiz var. Deməli, lampanın parlaqlığı niyə dəyişdi deyir. 2 ədəd qalvanik element, birləşdirici naqil, açar lampa və voltmetr. Deməli, bu voltmetrdir, bu lampadır, bu açardır, bunlar birləşdirici naqillərdir. 2 dənə də qalvanik elementimiz var. Və bizdə burada sual verilir ki, müzakirədə hansı halda lampa daha parlaq yandı? Təbii ki, daha parlaq yanması üçün dediyimiz kimi iki cərəyan mənbəyinin ardıcıl birləşdirilməsi lazımdır. Orada da yuxarıda qeyd etmişdik ardıcıl birləşdirmədə. Yazırıq ki, iki cərəyan mənbəyi ardıcıl birləşdirildikdə ki, birinci və ikinci halda lampanın parlaqlığının fərqli olmasının səbəbini izah edin. İki cərəyan mənbəyi ardıcıl birləşdirdikdə ümumi gərginlik və hər bir kulon yükə düşən enerji artdığı üçündür. Yazırıq ki, iki cərəyan ardıcıl birləşdirildikdə ümumi gərginlik və hər bir kulon yükə düşən enerji artdığı üçün. Sonra burada düşün, müzakirə et, paylaş var burada. Sizcə cərəyan mənbəyinin elektrik yüklərinə verdiyi enerji nəyə sərf olunur? Cərəyan mənbəyi tərəfindən yük daşıyıcılara verilən enerji işlədicilər vasitəsilə digər enerji növlərinə çevrilir. Məsələn, elektronlar lampanın spiralından keçərkən spiraldakı müsbət ionlara enerji verir və spiral qızaraq közərir və işıq saçır. Yazırıq ki, cərəyan mənbəyi tərəfindən yük daşıyıcılara verilən enerji işlədicilər vasitəsilə digər enerji növlərinə çevrilir. Məsələn, elektronlar lampanın spiralından keçərkən spiraldakı müsbət ionlara enerji verir. Spiral qızaraq közərir və işıq saçır. Gəldik öyrəndiklərinizi tətbiq edin.
Deməli, burada nə qeyd olunub? Birincidə, Nigar elektrik mühərrikindən istifadə edərək sərinkeş hazırladı və sərinkeşi 20 voltluq cərəyan mənbəyinə qoşduqda dövrədə cərəyan şiddəti 500 milli amper oldu. 10 saniyədə elektrik mühərrikinə verilən elektrik enerjisinin miqdarını deyir hesablayın. Gəlin məsələ həllimizi başlayaq etməyə. İlk öncə verilənləri qeyd edirəm. Bizə cərəyan şiddəti verilibdir. 500 milli amper. Buradan yerə açaq, daha rahat yazaq. Deməli, verilənləri qeyd etsək burada. Birinci dedikcə verilir. Cərəyan şiddətimiz 500 milli amperdir. Sonra volt gərginliyimiz verilibdir. U bərabərdir 20 volt. Zamanımız verilibdir 10 saniyə. Elektrik enerjisinin miqdarını istəyir. W sual. Burada çevirməni edirik. 500 milli amperdir. Milli bizdə 10 üstü mənfi 3'tür. Bunun üçün 500'ü vururam 10 üstü mənfi 3'ə. Və yaxud da 500'ü vururuq 0,1'ə. O deyir 0,5 amper. Çevirməni apardıq. Sonra həlli düsturdan istifadə edirik. Q ümumiyyətlə bizdə bərabərdir. I vurulsun T. Yəni I bərabər Q bölünsün T. Q'ün tapanda I vurulsun T'dir. Sonra W enerjimiz də bərabərdir QU'ya. İki düsturdan istifadə edəcəyik. Hesablanma. Birinci biz elektrik yükünü tapırıq. Cərəyan şiddətimiz verilib 0,5'tir. Zamanımız da 10'dur. Vururuq olur 5 kulon. Yükü tapdıq. Cərəyan bizdə enerjini tapanda W də bərabərdir QU'ya. Q'müz 5'tir, U'muz 20'dir. Bir-birinə vururam, olur 100 joule. Cevap olacaq 100 joule. 2. Azər, Nigar və Leyla cərəyan mənbəyinin və lampanın uclarındakı gərginliyi ölçmək üçün şəkildəki sxemə uyğun elektrik dövrəni yığıblar. Birinci gördüyünüz kimi Azərin yığdığı dövrən sxemidir. İkinci Nigarın, üçüncü isə Leylanın. Və mənə sual verir ki, burada A'da hansı şagirdin yığdığı dövrədə voltmetr yanlış bağlanıbdır? Biz bilirik ki, ampermetr ümumiyyətlə ardıcıl birləşdirilir. Voltmetr isə paralel birləşdirilir. Yəni, voltmetrin dövrə elementlərinin üzrə paralel birləşdirməsinin olduğunu nəzərə alsaq, Leylanın yığdığı dövrənin sxemi yanlışdır. Çünki o ardıcıl birləşdiribdir. Ona görə cavab olacaq Leyla. Səbəbini də yaza bilərsiniz ki, voltmetr dövrəyə paralel birləşdirilir. Kiversiz A'da Azər'in yığdığında paralel birləşdirilib, Nigarın yığdığında da eyni zamanda paralel birləşdirilib və lampaya. B. Deyir ki, voltmetrin yanlış bağlandığı dövrədə hansı dəyişiklik edilməlidir? Təbii ki, lampadakı gərginliyi ölçmək üçün voltmetr dövrə elementlə paralel birləşdirməlidir. Məsələn, Azərin və Nigarın yığdığı dövrədəki kimi. Biz bunu elə ki paralel birləşdirməliyik. Hardasa belə bir şey olmalıydı. Gördüğünüz gibi paralel olur onda. B bəndinə yazırıq ki, buradan qeyd edeyim, lampadakı gərginliyi ölçmək üçün voltmetr dövrə elementinə paralel birləşdirilməlidir.
Məsələn, Azərin və Nigarın yığdığı dövrə kimi. Bir düzgün yığılan dövrələrdəki voltmetrin göstəriciləri eyni yoxsa fərqlidir? Cavabınızı əsaslandırın. Azəri və Nigarın yığdığı dövrədəki voltmetrin göstəriciləri eynidir. Bunun səbəbi odur ki, təbiət dərsindən də bildiyimiz kimi dövrədə başqa işlədici olmadığının enerjinin bölüşdürülməməsidir. Amma Leylanın isə sxemi səhv olduğu üçün ona isə bir şey deyə bilmirik. Cavab C-ni isə buradan qeyd edirəm. Azərin və Nigarın yığdığı dövrələrdəki voltmetrlərin göstəriciləri eynidir. Bunun səbəbi təbiət dərsindən bildiyiniz kimi dövrədə başqa işlədici olmadığından enerjinin bölüşdürülməməsidir. Gəldik öyrəndiklərinizi yoxlayına. Birincidə deyir ki, gərginliklə bağlı hansı ifadələr doğrudur? Deməli, gərginliyin beynəlxalq sistemdə vahidi voltdur, bəli, bu doğrudur. Amma beynəlxalq sistemdə vahidi amperdir, bu yanlışdır, bu cərəyan şiddətinə aiddir. Voltmetrlə ölçülür, doğrudur. Amma ampermetrlə ölçülür, yanlışdır, bu cərəyan şiddətinə aiddir yenə. Vektorial kəmiyyətdir, yanlışdır. Skalar kəmiyyətdir, doğrudur. Deməli, doğru olanlarımız oldu 1, 3 və 6. 2. Azər yığdığı dövrədə yanlışlığa yol verdi. Azərin səhvi nədədir? Təbii ki, ampermetri bu burada paralel birləşdirib. Göründüyü kimi ampermetr dövrə elementinə paralel yox, ardıcıl birləşdirilməli idi. Voltmetr isə burada görürsünüzmü, ardıcıl birləşdirib. Yəni yerləri yanlışdır. Burada A olmalı idi. Burada isə V olmalı. Yəni voltmetr paralel, ampermetr ardıcıl qoşulmalı idi. Burada yazırıq ki, səhvinə ki, ampermetr dövrə elementinə paralel voltmetr isə ardıcıl birləşdirilib. Amma proses necə olmalıydı? Uşaqlar, əksinə olmalıydı. B. Lambadakı gərginliyi və ondan keçən cərəyan şiddətini ölçmək üçün nə etmək lazımdır? Voltmetr lampaya paralel, ampermetr isə ardıcıl birləşdirmək lazımdır. B-ni buradan qeyd edirəm. Deməli, yazırıq ki, voltmetr lampaya paralel, ampermetr isə ardıcıl birləşdirilməlidir. Cəbəndən baxırıq. Voltmetr dövrəyə qoşarkən nəyi nəzərə almaq lazımdır? Müsbət sıxacı cərəyan mənbəyinin müsbət qütbü tərəfə, mənfi sıxacı isə cərəyan mənbəyinin mənfi qütbü tərəfə birləşdirilməlidir. Cəbəndini də buradan qeyd edək. Voltmetrin müsbət sıxacı cərəyan
mənbəyinin müsbət qütbü tərəfə mənfi sıxacı isə cərəyan mənbəyinin mənfi qütbü tərəfə birləşdirilməlidir. Gəldik üçüncü suala. Bu şəklin düzgün versiyasını buradan yanından da hər ehtimala qarşı çəkib sizə göstərim. Eyni şəkildir, sadəcə ampermetrlə da x-sa lampadır, bu da voltmetrimizdir. Paralel birləşdirilib, bu da ampermetrimizdir, ardıcıl birləşdirilib. Bax, bu şəkildə olmalıydı. 3-də deyir ki, şəkildəki cərəyan mənbələri dövrəyə qoşulduqda hər bir kulon yükə nə qədər enerji verir? Cərəyan mənbələrin üzərindəki gərginlik göstərilibdir. Birində 6 voltdur, digərindəki 12 voltdur. Yəni, hər bir kulon yükə mənbə tərəfindən ötürülən enerjini bildirir bu. A-da 6 jouldur, B-də isə 12 jouldur. Yazırıq ki, cərəyan mənbələrinin üzərindəki gərginlik hər bir kulon yükə mənbə tərəfindən ötürülən enerjini bildirir. Yəni A-da olacaq 6 joule, B-də olacaq 12 joule. 4. Leyla 2 eyni lampadan istifadə edərək şəkildəki kimi dövrə qurubdur. A bəndində deyir ki, sizcə Leyla dövrəyə bir bateriya daha əlavə etməklə nəyi müəyyən etmək istədi? Təbii ki, cərəyan mənbələrinin sayının lampanın parlaqlığına necə təsir edəcəyini. Biz dedik ki, ardıcıl birləşdirilmiş mənbələrin sayı artdıqca lampanın parlağı da neyinir? Daha da artır. Yuxarıda bunları biz qeyd etmişdik. Ona görə A-za yazırıq ki, cərəyan mənbələrinin sayının lampanın parlaqlığına necə təsir edəcəyini. Çünki ardıcıl birləşdirilmiş mənbələrin sayı artdıqca lampanın parlaqlığı da artır. Leyla açarı qapadıqda hansı lampa daha parlaq yanar? İkinci dövrədəki lampa. Çünki burada dediyimiz kimi batareyaların sayı 2 dənədir, ardıcıl birləşdirilibdir. Əlavə birləşib ki, parlaqlıq daha da artsın. Cavab B bəndində olacaq ikinci dövrədəki lampa. Bu qədər, növbəti videolarda görüşmək ümidi ilə sağ olun.